Qaraciyər xəstəliklərindən əziyyət çəkənlər, baxın, bu video ola bilsin ki, biraz uzun olsun. Xahiş edirəm, diqqətlə qulaq asın. Özünüz də bundan fayda götürün və yaxınlarınıza da kömək edin Allahın izni ilə. Mən Allah üçün deyirəm, inşallah eləyin. Bu qardaş demək, bəlkə bir 50 dənə videonun altından yazıb ki, bax bu sözü. Axır məcbur gördüm, cavab verirəm. Salam qardaş, mən sizə çoxdan yazıram, cavab vermirsiniz. Zəhmət olmasa mənə cavab verərdiniz. Mənim qaraciyərimdə illərdir yağlanma gedir, nə edim? Bismillah, getdik. Qardaş, məndən inciməyin. Valla kütlə mənim üstümə düşüb. İndi insanlar ancaq təbii şeylərə üstünlük verirlər. Ona görə də mən də təkəm də. Mən də ağır xəstəlikdən çıxmış adamam. Özümə vaxt zaman ayırıram. Bacardığım qədər insanlara yardım edirəm. Bu videonu çəkib indi hamısını danışıram ki, kütlə bunu görsün. Hamı da eləsin. Demək, gözəl qardaşım, siz şirniyyatı, ağ çörəyi, abur-cuburları həyatınızdan çıxardırsınız bir dəfəlik. Çalışın qida yiyin. Qidanda qarışıq yeməyin. 1 kilo alaqanqal toxumu alırsınız. 1 kiloqram alaqanqal toxumu. Səhər, günorta, axşam yaxşı olar ki, təzə-təzə üyüdəsiniz. 1 çay qaşığı dilin üzərinə qoyub 1 stəkan suyuna içirsiniz. Gündə 1 saat, saat yarım yürüyüş eləyirsiniz. Açıq havada özdə sürətlə, əl-qolda yaxşı hərəkət eləsin. Və Peyğəmbər çiçəyi. Bax, Peyğəmbər çiçəyi möcüzə bir şeydir. Bax bu. Bu qaraciyər hepatitlərində, serrozunda, yağlanmasında, piylənməsində, böyüməsində mükəmməl fayda verir. Deyərəm ki, bu alaqanqaldan da üstündür. Deyərəm mən. Demək, 1 litri axşam termos götürürsünüz. Bundan 2 xörək qaşığı tökürsünüz. Yaxşı olar ki, ora 1 xörək qaşığı da solmat çayı tökəsiniz, 1 xörək qaşığı da kasına otu. Yaxşı olar ki, 1 xörək qaşığı da ənginar yarpağı. Bunları hamısını tökürsünüz, suyu qaynar-qaynar əlavə edirsiniz. Səhərə qədər qalır. Bunu gün ərzində çay kimi inşallah içirsiniz. Bunu ac qarnına da içə bilərsiniz. Yeməkdən 20 dəqiqə, 25 dəqiqə qabaq da içə bilərsiniz. Yeməkdən saat yarım və yaxud üstü içə bilərsiniz. Qida vaxtı onu içmək olmaz. Qida vaxtı su, çay içmək olmaz. Həftədə bir dəfə ac qalın, səhər-səhər yuxudan durun, axşama qədər su için. Həmən müddətdə yürüyüşü də eləyin. Siz bu aclığı eləməklə, bu alaqanqal toxumunu istifadə eləyərək, sonra Peyğəmbər çiçəyinin istifadə dediyim bitkiləri istifadə eləyərək, ac qalaraq, sizin qaraciyəriniz anadan gəlmə gül kimi olacaq Allahın izni ilə. Bunun başında bir dəfəlik yadınıza saxlayın ki, yürüyüş dayanır. Vallahi yürüyüş qaraciyərə, ağciyərə, mədə-bağırsaq sisteminə, qan-damar sisteminə, beyin qan dövranına, bütün hər şeyə faydalıdır. Hər şeyə Rəbbim şahiddir ki, yürüyüşün tükənməz faydası var. Yürüyüşü həyatınızdan əksik etməyin. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Yəni, çalışın sağlamlığınızı zamanında qoruyub saxlayın ki, ağır xəstəliklə gəlib düçar olmayasınız. Valla mən ağır xəstəlikdən çıxmış adamam. Hamınız bilirsiniz. Həyat tərzim düz deyildi. Mən bunları dəyişdim. Qaraciyərimdə pis gündə idi onsuz mənim. Hamısı getdi. Hamısı. Belə, təkrar deyirəm ki, biz yalnız özümüz öz həkimimiz olmalıyıq. Onda biz tam sağlam olacağıq. Özünüz öz həkiminiz olun Allahın izni ilə. Çox sağ olun, minnətdaram. Xahiş edirəm sizdən, məndən inciməyin. Mən təkəm. İnsanlar mənim üstümə gəlir. Hərəsi bir dənə sual verəndə bir dənə ayılıram ki, axşam olur. Onların sualına cavab verirəm mən. Özümə heç zaman ayıra bilmirəm. Məndə şirələrim var, tərəvəzlərim var, yatmaq rejimim var, idmanlarım var, yürüyüşüm var. Bunları toparlayanda bir xeyli vaxt çəkir. Belə, çox sağ olun, minnətdaram. Bir də sonda bir şey yadımdan çıxdı mənim, onu da deyim sizə inşallah. Demək, Yapon safuralı alma sirkəsi var, o sonraya yazmış. O çox şey var, yadımdan çıxırdı, mən də insanım. Yapon safuralı alma sirkəsi var fitoklublarda. Ondan alırsınız, 1 litr suya 2-3 xörək qaşığı da ondan qarışdırın. Gün ərzində o da su kimi belə içində, o suyu için. O da sizin qaraciyərinizə və mədə-bağırsaq sisteminə, qan damar sisteminə mükəmməl fayda verəcək. Varikoz damarlara da gözəl fayda verəcək. Çox, hər şeyə.